Salam, ayın 16-sı keçirilmiş 9 və 10-cu siniflər üçün olan zirvənin sınağından belə bir suala baxaq. Qayığın durğun suya nəzərən sürəti 12 metr bölünsün saniyə, çayın axın sürəti 3 metr bölünsün saniyədir. Qayığın çay yuxarı 1 dəqiqə ərzində getdiyi yolu hesablayın. Cavabı kilometrlə ifadə edin. Gəlin ilk olaraq çay yuxarı hərəkətin necə bir hərəkət olduğuna baxaq. Təbiətdə çay hər zaman yuxarıdan, yəni mənbədən mənsəbə doğru, yəni aşağı doğru hərəkət edir. Əgər buranı mənbə götürmüşüksə, deməli çay mənbədən mənsəbə doğru hərəkət edəcəkdir. Buna səbəb ilk olaraq cazibə qanunudur. Cazibə qanununa görə yer çayı aşağı doğru axmağa məcbur edir. Məsələn, bu gündəlik həyatdan götürsək, biz qaşıqla mürəbbə yeməyə çalışsaq, qaşıqdakı mürəbbə yuxarı doğru yox, aşağı doğru hərəkət edəcəkdir. Bundan əlavə, təbiətdə cisimlər öz minimum enerji halını qorumağa çalışır. Minimum enerji halını qorumağa çalışır deyəndə bu o demək deyil ki, cismin enerjisi dəyişəcəkdir. Xeyr. Bu o deməkdir ki, cisim potensial enerjisini aşağı salmağa çalışır. Məsələn, yuxarıda hissədə potensial enerji daha böyükdür. Çay axmağa başladıqca kinetik enerji artmağa başlayacaqdır. Tam enerji bu ikisinin cəminə bərabər olduğu üçün hər zaman sabit olaraq qalacaqdır. Niyə potensial enerjisini azaltmağa çalışır? Çünki potensial enerjisi aşağı olanda cisim daha rahat vəziyyətdə, daha stabil vəziyyətdə qalacaqdır. Məsələn, adi bir misal götürək, insan və ya daşın dağın başında durması mı daha rahatdır, yoxsa düzənlikdə durması mı daha rahatdır? Təbii ki, düzənlikdə dayanmaq, durmaq daha rahatdır. Çünki dağın başında cismin potensial enerjisi daha böyükdür. Amma düzənliyə düşdükdə onun potensial enerjisi daha aşağı olur. Buna görə də onun düzənlikdə durması daha rahatdır. İndi keçək məsələmizə görə. Çay yuxarıdan aşağı axdığına görə və qayıq çay yuxarı, yəni çayın əksinə bu istiqamətdə hərəkət eləyir. Ona görə bunlar əks istiqamətdə olduğuna görə nisbi sürətə əsasən və nisbi bərabərdir. Və qayığın sürəti hər zaman çayın sürətindən böyük olur bu arada. Çıxılsın və çay. O da bərabərdir. Qayığımız 12 metr bölünsün saniyə sürətlə, çayımız isə 3 metr bölünsün saniyə sürətlə hərəkət eləyir. Biz buradan nisbi sürəti tapırıq ki, 9 metr bölünsün saniyə eləyir. İndi bizə zaman olaraq 1 dəqiqəni veribdir. Sürət saniyə ilə ifadə olunduğu üçün biz zamanında saniyə ilə ifadə eləməliyik ki, vahidlərdə hesablayanda problem yaşamayaq. 1 dəqiqəmiz bərabərdir 60 saniyəyə. İndi getdik yolu istəyirsə, L bərabərdir. V vurulsun T-yə əsasən biz sürətimizi tapdıq 9 metr bölünsün saniyə, zamanını tapdıq 60 saniyə. Bu da bərabərdir 540 metr. Cavabı bizdən kilometrlə istədiyi üçün 0-dan %54 kilometr eləyir. Yəni 1 metrimiz 1000 metrdir. Tərsinə metrin də kilometrə çevirəndə 540 metr 1000-ə bölürük. O da 0-dan %54 kilometr eləyir. Cavabımız 0-dan %54 kilometr.